Eləmədi. Yox, yaxşıdır. Batırmır, laf yaxşı. Salam dostlar. Bugünkü gün hər halda bilirsiniz, yəni 4 dekabr 2025-ci ölkədə misli bərabəri olmayan Neftçalada balıq festivalı keçirildi. Həqiqətən möhtəşəm bir festival idi. Həmçinin bu musiqini qoymaqda məqsədim var. Yəni məqsəd nədir? Bunu oxuyan insan Ceyhun Səmədovdur adı. Yəni heç vaxt nə qədər klipi var, hər birində bütün kliplərdə yəni ki yalnız başqa insanlardır. Müğənni heç vaxt görkəmir. Sadəcə bugünkü tədbirdə yəni biz bilmişik ki, bu Ceyhun Səmədov Neftçalanın məşhur yəni vaxtında Neftçala tanıdan Bankə qəsəbəsindənmiş. Həqiqətən yəni ki Bankədən çox məşhur insanlar var. Allah hər birinə can sağlığı versin. Bu mahnını oxuyan insan bugün bizim tədbirə gəlmişdi. Yəni rayonun balıq festivalına gəlmişdi. İlk dəfə şəxsən mən ilk dəfə, yəni bu mahnı 1 il, 2 ildir çıxıbsa, ilk dəfədir mən onu, yəni nəinki mən, həmsini düzdür paylaşmışam mən. Burada hal-hazırda paylaşmışam, canlı yayın açılmışdan əvvəl paylaşmışam. Neftçalılar deməli, hər kəs ilk dəfə bir Ceyhun Səmədovu gördü, həqiqətən. Yəni, eyni mahnılarla həmsini canlı orada tədbirdə oxudu. Həmsində o Tufan var, hansı ki var. Hansı ki, keçən il qış ayında bütün statuslarda qarla video, möhtəşəm qar qaramışdı Neftçalarında. Qarla olan videolarda statuslarda Ceyhun Səmədov. Bunun həmin o Tufan var mahnısı ilə paylaşılmışdı. Yəni, həqiqətən yəni, fəxr edilməsidir. Yəni, fəxr edilməsi yəni Neftçaladan, həmçinin Bankə qəsəbəsini fərq etmir. Hər yerini, hər tərəfimiz Neftçaladır. Hansı kənd olsun, qəsəbə olsun. Yəni, belə oğlanlar var. Yəni, məşhur ifadır, həqiqətən. Res Azərbaycan, bütöv Azərbaycan. Hər biri bu musiqini Eloğlu xoş gəldi. Yəni, bugünkü balıq festivalında, yəni ölkə miqyaslı balıq festivalı idi ki, ölkənin bütün rayon və şəhərlərindən nümayəndələr gəlmişdi. Möhtəşəm bir sərgi idi. Həmçinin sərgi, həmçinin satış, fərq etmirdi. Yəni, bir çox şeylər, hər şey möhtəşəm idi. Başlanğıcı, necə deyim, bu mahnı ilə başladığım için yenə təkrar edirəm. Yəni, bir çox müğənnilər gəlmişdi, yəni düzdür. Ən çox hər bir Neftçalıya, yəni əsas da gənclərə bu mahnı çox bəyəni oldu da, çox bəyən. Hər kəs bu mahnını çox bəyəndi, həqiqətən. Yəni, ilk dəfədə Ceyhun Səmədovu, yəni cavan oğlandır, yəni gələcəyi var, əlbəttə. Bu mahnının müəllifi həmin tədbirdə idi. Hər kəs üçün çox xoş oldu, həqiqətən. Hər kəs üçün çox xoş oldu. Yəni, Ceyhun Səmədov tədbirə gəlmişdi. Özü də gəldi orada səhnədə mikrofonla deyir ki, mən bankəliyəm və hələ xalası oldu o dedi, yəni onunla da şəkil çəkdirdi. Yəni, belə dostlar, bugünkü tədbir möhtəşəm oldu. Düzdür, yorğunçuluq olsa da möhtəşəm oldu. Məktəbimizin aşpaz qrupu ki var idi. Aşpaz Birillik və Kirillik qruplar var. Tural müəllim Kirillik qrupda, Rasim müəllim Birillik qrupda. Aşpaz tələbələrimiz çox möhtəşəm. Balıq Tural müəllimin və Rasim müəllimin başçılığı ilə aşpaz qruplarımız çox möhtəşəm təamlar hazırlamışdı. Balıqdan demək olar ki, hər şey hazırlamışdılar. Hər şey. Çox möhtəşəm idi. Demək olar ki, hələ bugünkü tədbirdə həmçinin qənnatçı, şirniyyatçı qrupumuzda, yəni balığın, nərə balığının görünüşü formasında tort hazırlamışdılar. Çox möhtəşəm idi. Demək olar, o sərgidə ən möhtəşəm görüntülər elə bizim məktəbimizin, yəni tələbələrində bişirdiyi, hazırladığı təamlar idi. Çox möhtəşəm idi bir sözlə tədbir. Çox təəssüf ki, bütün
Neftçala əhli, yəni tam burada yox idi. Ona görə də mən canlı yayım açdım ki, yəni ən azından canlı yayımda yəni görsünlər. Hər birinə təşəkkür edirəm. Çox sağ olsun. Gəldilər, baxdılar canlı yayımda. Bəli, belə bugünkü tədbirdən danışmaq istədim. Elə başlanğıcda canlı yayımda açmışam. Bugünkü tədbirdən danışım. Tədbir çox möhtəşəm idi, həqiqətən. Hər birinə təşəkkür edirəm. Dəstək olanlar hər birinə təşəkkür edirəm. Afərin. Çox sağ olun, var olun. Yəni mahnını bir də təkrar edirəm. Həqiqətən mahnı möhtəşəm mahnıdır. Mahnının müəllifi, oxuyan, yəni bu gün bizim tədbirdə idi. Bir neftçalar olaraq tədbirdə də gəlmişdi, həmçinin də tədbirdə iştirak elədi. Yəni Neftçalanın Bançə qəsəbəsində. Ona görə canlı yayımın ilk başlanğıcı bu mahnıyla başladım. Təşəkkür edirəm hər birinizə. Var olasınız. Eşq olsun hər birinizə. Var olun.